Biz başqa vaxt eyni zamanda Böyük Azərbaycan deyirik, Turan deyirik, Cənubi Azərbaycan deyirik, amma hazırda görürük ki, İsrailin ən çox bombaladığı yer elə Cənubi Azərbaycandır, Təbrizdir. Təbrizdə artıq 100-ə yaxın insan həyatını itirib. 1000-ə yaxın insan yaralı vəziyyətdədir. Yəni İsrailin hazırda bombaladığı, öldürdüyü də məhz elə bizim soydaşlarımızdır, Azərbaycanlılardır, türklərdir. Bu baxımdan yəni buna sevinmək ən azından ikiyüzlülükdür. Yəni bir tərəfdən Turan, Böyük Azərbaycan, Cənubi Azərbaycan, qardaş, soydaş deyirlər bəzi görürəm jurnalistlər, politoloqlar. Amma eyni zamanda eyni həmin o bizim soydaşlarımızın, qardaşlarımızın öldürülməsinə haqq qazandırırlar. Yəni görünür ki, İsrail agentləri Azərbaycanda da yaxşı iş görüblər.